Başlayacağım. Değerli izləyicilər, bir daha yenə sizi salamlayıram. Bax, bugün qəhrəman ailəsində olmaq özümüz üçün bir şərəf bilirik və o şərəfi bizə bu qəhrəmanlarımız yaşadıb. Canlarından keçərək, vətənin torpaqlarını azad edərək, ana, ata öz torpaqları bilərək bu torpaqlara görə canlarından keçdilər. Bizlərin də borcudur ki, Sabir atanı və Sabir kimi şəhid ataların yanında olaq. Bugün Salahov Elvin vətən üçün canından keçib və təki vətən sağ olsun deyən igidlərdən biri oldu. Dayı, belə deyək, elə ocağınızda olsaq, yenə də sizi salamlayırıq. Allah sizi var eləsin. Siz qəhrəman atasısınız. Hətta dayımız özü 1-ci Qarabağ müharibəsində silahın olmayan dövründə irəli gedən, qəhrəmanlıq edən, şücaət göstərən kişilərdən biri Sabir kişi olub. Sabir kişi, istərdim övladınız haqqında vaxtımız az olsa da belə qısaca biraz məlumat verəsən, biz də ətraflı igidimizi tanıyaq. Buyur. Valla deyirsiniz böyle evin hakkında danışım biraz çətindir. Həm də biraz bir tərəfdən də şərəflidir ki, mənim hələ övladım olub. Savadlı uşaqdır özü, intellekti böyük idi, savadlı idi. Yəni bu ətrafda yaşayan insanlar hamı tanıyır ki, evində savadlı olur. Yəni ingilis dilini mükəmməl bilən. İndiki o zabit qardaşını ona elə öyrədib ki, hansı bir əcnəbi xaricinə gəlsin ingiliscə danışmağa, o sərbəst danışır, tərcümə edir yəni. Elə bir ki, onun müəllimi olub, elə bir ki, o rəhmətli onun elə bir ki, nəsə deyər, örnək olub da ona, yəni ki, o da ondan götürür. Yəni qürurludur, yəni Allah canını sağ eləsin. Qardaş nə deyim, uşaq, məsələ döyüş. Belə könüllərdən olub da dayı. Yox, əskər idi. Bu gedən kimi xüsusi təyinatlı, onun boyu ucu idi. Ay sağ. İdmançı olub uşaq. Belə, nəsə deyərlər. Elə gedəndə 2 ay. Xidmətdən sonra müharibə başladı. Yox, 2 ay, 1 ildə xidmət edir. 1 ildə xidmətdə idi. Aha. 73'də idi. Bəli. Cəlilabad. Ha, Göytəpədə. Ay sağ. Orada idi, yəni. Orada 052 var, xidmət. 52 də Ha, var. 052. 52 də, onlar hamısı 52 gedir. Bəli. Heç siz yəni orada olarkən bilirdiniz müharibədədir. Yəni müharibədə olmağını belə demişdi sizə ya. Axırıncı dəfə danışığı oktyabrın 5 oldu. Bəli. Mən artıq bilirdim ki, müharibə başlayıb. Ən öndə gedəndə ki, xüsusi Bəli, təyinatlar olar, olur. əlbəttə elədir. Kim olur olsun, ən birinci önündə gedən xüsusi təyinatlar. Çünki onlar xüsusi tapşırıqlarla gedirlər. Komandanı da Hikmət Mirzəyev. Xüsusi tapşırıqlarla gedirlər, onlar önündə gedirlər. Yox, əskər olub, xüsusi təyinatlı əskər olub. Oktyabrın 5-i danışdı mənə. Heç 20 saniyə danışmadı. 5-i də şəhadətə yetişib. Yox. Aha. 22-si şəhadətə. Oktyabrın. Yəni o döyüşü bu Kəlbəcərdə olub, Füzulidə olub, xüsusi təyinatlılar onları yönəldirlər və elə bir şey. Yəni onların komandanlıqlarının hər planları vardı, yəni hansı istiqamətdə. Bunlar planlı şəkildə hərəkət edir. Hansı istiqamətdə hansı bölüklər, hansı dəstələr getməlidir, yəni o komandanlıqların göstərişlərini. Füzulidə olub, yəni Cəbrayılda olub, Kəlbəcərdə, Murovda olub. Şəhadət hansı rayonda yetişib? Xocavənddə. Xocavənddə. Son döyüşü orada olub. Xocavənddə olub. Dayı, istəyərdik ki, belə indi söz yox, danışdıqca insan nə qədər olmaya ağrı, acı içində olur. Çünki övlad vətən uğrunda qurban vermək, o övlad birinci, həm kədərli olsa da belə çox belə qürur vericidir, başı dik etdi, 30 il işğal altında olan torpağı azad etdi. Yəni övladınız şəhadətə yetişəndə xəbəri necə aldınız? O da bizim üçün kimlər tərəfindən? Xəbəri Obra oğlum kursantdır, 20-ci ildə Ali Hərbi İnstitut var, Zığda. Bəli. Onun yanına getdim, ona yəni təhsilə aid yazılı bir şeylər lazım idi, onu apardım, çatdırdım. Elə gəlirdim, belə bu metro inşasının üstündə. Elə avtobusdan az qalmış, bir astronofa qalmış düşmür. Görüm, telefon zəng çalır. Yəni, hərbi komissarda işləyən oğlan da məni tanıyır, yəni, yaxından tanıyır. Heç. Elə zəng edildi. Dedi, Sabir əmi, nə edirsən, haradasan? Dedim ki, çöldəyim. Mən necə artıq müharibəni görmüş adamla bilirəm ki, Hazırlıqlısın. bu zəng vurub səhər nəsə var. Heç bir kəlmə söz dedim. Tam hazırlıqlı idim. Hə, dedim ki, yaralı diyorsa şəhiddir. Bir dənə bu sözüm oldu. Dedi, Sabir əmi təksən, olar. Yanında heç kim yoxdur ki, dedim təkəm. Dedim ki, ya bir şey deməyə ehtiyac yox. Başın sağ olsun.
bir kəlmə dedim ki, aydındır. Allah sizi var eləsin. Ha, belə də əmi, sənə belə bir söz də deyim, gözəl əmim, canım qurban. Biz də dünyamızı dəyişəcəyik. Dünya söhbəti Biz də yox. dünyamızı dəyişəcəyik. Ancaq Biz ki, səbədi deyil bu həyatda. biz belə yadlarda, yaddaşlarda, yəni əbədi yaddaşlarda qalmayacaq. Bu gün sizin övladınız valla, hətta siz özünüz də yəni o müharibəni görmüş insanlarsınız. Bu olmalı idi. Çünki vətən bizimdir, torpaq bizimdir. Yəni sizin övladınız da olmasa bizim övladımız ya bizdən də o biri nəsil axır ki bu torpağın son nöqtəsini qoymalı idilər bizim qəhrəman igidlərimiz. Bu gün ancaq bir fəxirlidir ki, bir qürurludur ki, bu gün sizin kimi ataların övladları sözündür. Valla bu gün qürurla danışa bilərsən ki, elə belə bir şey deyil. 30 il bir igidin ömrüdür. Ancaq bu gün sizin övladlarınız 44 günə nöqtəsini qoydu. Bu gün azadlığımız o övladlara borcluyuq. O üçrəyli bayraq dalğalanırsa o övladlara borcluyuq. Vəzifəsindən asılı olmayaraq hansı bir vəzifədə otururlarsa bilsinlər ki, şəhidlərə borcluyuq. Ona görə də biz hər zaman sizlərə borclu olduğumuz kimi bu gün anamız deyən kimi sizin ailənin yanında olmağı dərhal borc bildik. Çox gözəl bir gündə oldu ki, sabah 8 Mart Beynəlxalq Qadınlar Bayramıdır. Anamızı da təbrik etdik. Yəni bizim də ürəyimizcə oldu. Ən azından Sabir kişi səni də ətraflı tanıdıq və sizin o biri övladınıza can sağlığı arzu edirəm. İnşallah xidmətlərin uğurla başa vursun hər zamanda. Yeganə övlad. Elə o yeganə övlad sizə biri belə deyək, cənnətlik oldu. O birisi də sizlik olur, sizin yanınızda olar. İnşallah mən sevinirəm ki, sizin kimi ailəni tanıdım və inanıram da, güvənirəm də övladınızın toyunda bizi də yaddan çıxartmayacaqsınız. Nömrə götürəcək. Vallahi mən sevinərəm ki, Allah o günə mənə qismət verir. edəcək inşallah. Niyə də etməsin? Sizin övladlarınız bu azadlığı bizə qismət edibsə, Allah da o günü sizə qismət Oğlum edəcək. bir söz deyim sənə. Buyur. Oğul dərdi çox. Bilirəm. Mən bilirəm nədir. Ağırdır. Yəni bilirəm deyəndə indi mən sizə deyirəm ki, mən də sizin bir övladınız, ancaq doğma övladın yerini verə bilmərik. Onu mən də bilirəm. Biz də sən də bağışla. Mən də 3 ailə, bir ailənin 3 övladı Allah saxlasın. sahibiyəm mən. Mən 2 oğlum, bir qızım var. Allah qorusun. Ha. Allah. Övladımın biri də idmançıdır. Üçrəyli bayrağı inşallah dalğalandırır. Hərə bir cür qəhrəmanlıq edir. Mən də sevinərəm ki, mənim də övladım, siz də bağışlayın, güləşçidir. Gəlsin, hansısa bir ölkədə güləşsin, şəhidlərimizin adından elə də güləşir. Özü də namaz qılandı, oruç tutandı. Güləşsin və bizim bayrağımızı dalğalandırsın və bir daha idmançı olub. Allah sizi var etsin. Bir daha desin ki, şəhidlərimizin ruhu kömək olsun, şəhidlərimizin adından güləşsin. Və bir daha qanlarla çalışmışam, 27 təqaüd təmində ola. Allah sizi var eləsin. Amma Dövlət qarşısında qulu olan çox olub, xidmətim çox olub qardaş. Allah elə Vətənin tərtiblərim də var, danışığınızdan medallarım da var, diplomlarım da var. sizin Həyatdır davranışınız da qardaş indi. sizin davranışınızdan, danışığınızdan hiss olunur ki, dövlət Sən adamısınız. danışmağa sözüm qalmayıb mənim qınama. Sən Son sözün bitdiyi andır. yox bitib söhbətlər. hamısı. Bir söz deyim ki, çəkiliş vasitəsindən bizim qəhrəman atalarımıza, analarımıza nə deyərdin? Mən kimi ancaq səbr eləmək başqa mənim qardaş. Bir Bir də- də fəxr eləyirlər ki, övladları yəni şərəfli, şöhrətli ölümlə. Bəli. Vətən uğrunda getdi qardaş. Əlbəttə elədir. Bizə bir dənə nətər deyək, qürur Səbr. yerimiz odur ki, Səbirli olar. yəni vətən uğrunda gedir də başa düşdüm. Səbr ol. Həmin bütün şəhid valideynlərə ancaq səbr diləyirəm başqa qardaş. Var olasan. O özüm nətər deyəm, mən bilirəm ki, onlar nələr çəkir. Bəli. Mən çəkərin onlar da çəkir qardaş. Əlbəttə elədir. Şəhid ataları eyni statusdadır. Bir söz də deyim. Bizim bu gənclərimizə nə öydün olar? Çünki sən bir qəhrəman atasısan, qəhrəman atasısan, sənin verdiyin nəsihət gənclərimizə bir örnək olsun. Buyur. Bilirsən, bir söz deyim sənə. İndiki o cavanlara mən nə arzulayıram? Heç olmasa yəni o canından keçən, vətən ona canına keçən övladların onlara baxsınlar, heç olmasa onlardan nümunə götürsünlər ki, gör necə tərbiyəli uşaqlar, mərd uşaqlar, igid uşaqlar gedir bu vətən uğrunda. O pis vərdişlərdən əl çəkirlər. Bəli. Pis vərdişlərdən torpağa layiqli övladlar olsun, qardaş. İnşallah olarlar. Pis vərdişlərdən uzaq olsun. Çox sağ ol, dayı. Çox Ondan sevdim. sonra bəlkə bizim gələcək Azərbaycan gəncliyimiz Düzələr inşallah. düzələr inşallah. Çox sağ ol. Onu arzulayıram başqana. Təşəkkür edirəm Sabir əmi. Sizlə belə ünsiyyətdə olmağımız, belə üz-üzə oturmağımız bizim üçün bir qürur verir. Mən də sevindim ki, bir ailədə oldum. Mən də sevindim ki, anamızın adı nə idi? Vəfa xanım. Vəfa anamızın yanında olduq. Vəfa ana, ataya da dedik ki, inşallah sən o
sizlərin bir övladı qalıb, o övladdan xeyir versin. O Amin, övladın toyunda amin. inanıram, güvənirəm ki, Sabir kişi bizi də çağıracaq. Biz də o toyda iştirak edəcəyik. İnşallah. Biz də orada hətta öz sözlərimizi də deyəcəyik. Yəni şəhidlər başımızın tacıdır. Yəni biz bu gün bir ailədə olmağımızla və bir ailədə də olduq. Bu da bir qəhrəman ailəsidir. Sabir kişi özü 1-ci Qarabağ müharibəsində şücaət göstərməyinə baxmayaraq övladı 44 gün vətən müharibəsində təki vətən sağ olsun deyərək öz ömrün vətənə qurban verdi. Hətta ata-anasını vətən bildi. Gənclərimiz, ailə, analarımız, bacılarımız rahat, sərbəst yaşaması üçün öz canından keçərək təki vətən sağ olsun deyən qəhrəmanlardan da biri Sabir əmmin oğlu Elvin qardaşımız oldu. Ruh qarşısında baş əyirik və bu ailənin qarşısında baş əyirik. Bir daha çox sağ olun, təşəkkür edirəm. Analarımız, sizlərin bayramı bir daha mübarək olsun. Hər zaman üzünüz gülsün. Hər zaman da Allah sizə səbir versin. Oğul, yaxşı ki varsınız. Sizin kimi oğullarımız var. Bizim üçün böyük bir şərəfdir. Allah sizləri dünya durdu da durulsun. Bu sizin səhifələrinizi vuran insanlara da bəlalarını versin. Var olasan. Anam, sən də nə deyirsən, buyur. Sağ olun, var olun. Diqqətinizə görə təşəkkür edirəm. Sizin də ailəmizdə, evimizdə, ətrafınızda olan bütün xanımların bayramı mübarək olsun. Təşəkkür. Allah sizi kimi oğlanları var eləsin. Amin. Təşəkkür. Sizin kimi gülərüz, hər ikisinin Halal gülərüz. olsun, belə valideyni sizin kimi oğul dünyaya gətir. Var, hər zaman üzünüz gülsün. Valla o gülüş də sizlərə yaraşır. Bu gün sizin övladlarınız o azadlığı bizə qismət edib. Biz sizlərlə fəxr edirik, qürürsüz keçiririk. Biz sevinirik ki, nə yaxşı ki, bu ailədə olduq və bu ailədən də sizin kimi ailəni tanıdıq. Var Mənim olun. bacımdır. Bunlar Var mənim o olsun. qədər dəyərli insanlar. Təşəkkür edirəm, var olasın. Biz daha sağ olun, var olun. Allah şəhidlərimizə Sən də rəhmət. sağ ol, çox. Qazilərimizə şəfa, veteranlarımıza can sağlığı. Siz də qəhrəman ailələrin Bax, yaddan gözəl çıxartmayın. ailələri. Qəhrəman ailələri o deməkdir ki, bu gün o ailəyə görə biz rahatıq. Var olasınız, təşəkkür edirik.